Azərbaycanda 5 aylıq hamilə qadının həyatı sona yetib. Səbəbləri isə bəziləri deyir ki, antibiotikdəndir, digərləri isə artıq vəziyyətinin ağır formada xəstəxanaya çatdırılmağı ilə bağlı olduğunu qeyd edirlər. Bu və digər xəbərlərimizi izləmək üçün isə bizə sona qədər baxın. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. 5 aylıq hamilə qadın vəfat etdi. Antibiotikdən sonra vəziyyəti ağırlaşdı. Qida əlavələri kişi sonsuzluğunu müalicə etmir. Həkim tibb təhsili olmayanların müalicəsi ilə məşğul olmağına etiraz edir. Tənbəllik sağlamlıq üçün faydalıdır. Alimdən gözlənilməz açıqlama. Bu əlcək iflicəli hərəkətə gətirdi. Yeni texnologiya möcüzələr yaradır. Əczaçılıq marketinqinin nüfuzlu mükafatı yeni mövsümə start verdi. Mad Men Awards 2026 üçün müraciət qəbulu başladı. Azərbaycanda 5 aylıq hamilə qadın həyatını itirib. Bəziləri iddia edir ki, bu vurulan antibiotikin nəticəsidir. Rəsmi cavab isə belədir. Necə olduğunu bilmək üçün baxın. 5 aylıq hamilə olan gənc qadın vəfat edib. İddialara əsasən mərhuma antibiotik iynəsi vurulduqdan sonra vəziyyəti qəfil ağırlaşıb. Onun bir uşağının olduğu bildirilir. Tibbi ərazi bölmələrini idarə etmə birliyindən Qafqaz İnfonun sorğusuna cavab olaraq bildirilib ki, pasiyent qəbul zamanı aqonal vəziyyətdə olub. Ürək fəaliyyəti və ritmi qeydə alınmayıb. Ürəyin qapalı masajı və digər zəruri reanimasiya tədbirləri həyata keçirilib. Pasiyentin həyati fəaliyyəti bərpa edilib. Daha sonra tibbi göstəriş əsasında pasiyent üzərində cərrahi əməliyyat icra olunaraq ölü döl xaric edilib. Pasiyentin müalicəsi reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilib. Lakin pasiyent aparılan reanimasiya tədbirlərinə cavab verməyib və 15 iyul tarixində saat 17:10 radələrində onun bioloji ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Quba rayon şöbəsinə təhvil verilib deyə məlumatda qeyd edilib. Kişi sonsuzluğunu qida əlavələri ilə müalicə etmək mümkün deyil və həkim olmayan, tibbi təhsili olmayan bəzi insanlar xəstəlikləri müalicə etməyə çalışır. İnsanlar külli miqdarda məbləğ xərcləyir, amma nəticə etibarilə sonda yenə də həkimə gəlirlər. Bununla bağlı uroloq-androloq Niyaməddin Əliyev danışıb, baxaq. Qida əlavələri kişi sonsuzluğunu müalicə etmir. Kişi sonsuzluğu zamanı təsadüfi məsləhətlərə və qida əlavələrinə ümid etmək düzgün yanaşma deyil. Bu barədə uroloq-androloq Niyaməddin Əliyev danışıb. Onun sözlərinə görə tibbi təhsili olmayan şəxslərin tövsiyələrinə inanaraq müxtəlif qida əlavələrini külli miqdarda vəsait xərcləyən kişilər sonda yenə də həkimə müraciət edirlər. 10 dənə, 15 dənə insanla dərman reklam edir. Sonsuzluq müalicə edirlər, kişi cinsi zəifliyi müalicə edirlər. Cinsi zəiflikdən və sonsuzluqdan uzun illər əzab çəkmiş insanlardır, faydası olmayan müalicələr almış. Bu insanlar ümid yeri olaraq hər yana əl atarlar. Desən, at qanı iç, gedib at qanı içəcəkdir. Həmin şirkət onlara 800.000 manatlıq qida əlavəsi yazır və orada hamı onlara doktorluğa hitab edir. Mən bu doktorluğu əziyyətlə almışam. Düşünün, bu doktorluq adının qapının üstündə yazılan adın altında minimum 15-20 illik əziyyətim var. Bu adama doktor deyə hitab edirlər. O adam utanmazcasına deyir, bəli, buyurun, eşidirəm və nəticə etibarilə cavablar verir onlara. Niyaməddin Əliyev vurğulayıb ki, müasir tibb bu sahədə əhəmiyyətli dərəcədə inkişaf edib. Bu problemlərin diaqnostika və müalicəsi üçün kifayət qədər effektiv üsullar mövcuddur deyə doktor Niyaməddin Əliyev bildirib. Həkimin fikrincə, kişi sonsuzluğu və cinsi zəiflik utanc mövzusu deyil. Vaxtında mütəxəssisə müraciət etməklə müalicə oluna bilən tibbi vəziyyətdir. Erkən diaqnoz isə uğurlu müalicə şansını əhəmiyyətli dərəcədə artırır deyə uroloq-androloq sonda qeyd edib. Əczaçılıq şirkətlərinin marketinq layihələri ilə bağlı maraqlı bir yarışma başlayır. Detalları izləyək.
Əczaçılıq marketinqinin nüfuzlu mükafatı yeni mövsümə start verdi. Əczaçılıq marketinqi və kreativ sahəsində keçirilən Mad Men Awards 2026 mükafatının 8-ci mövsümü üçün müraciətlərin qəbulu iyulun 15-dən başlayıb. 2019-cu ildən təşkil olunan müsabiqə indiyədək 400-dən çox layihəni bir araya gətirib. Qalibləri isə 150-dən artıq sahə eksperti qiymətləndirib. Bu il mükafatın Mad Men Kreativ və Mad Men Marketing bölmələrinə yeni nominasiyalar əlavə olunub. Eyni zamanda Mad Men Business və Mad Men Excellence kateqoriyaları da saxlanılıb. Bu mövsümdə təşkilatçılar Rusiyada insultla mübarizə aparan ilk ixtisaslaşmış fond ilə tərəfdaşlığa başlayıb. Əməkdaşlıq çərçivəsində sosial kampaniyalar və sosial layihə nominasiyalarına təqdim olunan işlərdən əldə edilən vəsaitin bir hissəsi fondun xəstələrə, onların ailələrinə və həkimlərin təhsil proqramlarına dəstək layihələrinə yönləndiriləcək. Xəstəlik nəticəsində əlləri iflic olan insanlara xoş xəbərim var. Məsələ burasındadır ki, dəridən hazırlanan yeni bir əlcəklə artıq iflic kəslər də əllərini tərpədə biləcək. Bu əlcək iflic əli hərəkətə gətirdi. Almaniyada alimlər iflic nəticəsində əl hərəkətlərini itirmiş insanların gündəlik həyatını asanlaşdıracaq innovativ dəri əlcək hazırlayıb. Yumşaq hava kameraları ilə təchiz olunan əlcək 13 müstəqil boru vasitəsilə işləyir. Hava verildikdə barmaqları ehtiyatla hərəkət etdirir və biləyi fırladır. Qurğu ön qol əzələlərinin zəif bioelektrik siqnallarını xüsusi sensorlarla oxuyur. Süni intellekt alqoritmləri isə istifadəçinin etmək istədiyi hərəkəti 97% dəqiqliklə proqnozlaşdırır. Əlavə hərəkət sensorları əşyaların əldən düşməsinin qarşısını alır. Texnologiya amiotrofik lateral sklerozdan əziyyət çəkən pasiyent üzərində sınaqdan keçirilib. 4 il ərzində əllərini idarə edə bilməyən xəstə cəmi 5 dəqiqəlik məşqdən sonra ilk dəfə müstəqil şəkildə çəngəli götürə bilib. Tədqiqatçılar hesab edir ki, bu əlcək iflic və sinir zədələnməsi olan insanların reabilitasiyasında mühüm rol oynayır. Tənbəllik sağlamlığa faydalıdır. Bəli, yanlış eşitmədiniz. Tənbəllik faydalıdır sağlamlıq üçün. Baxaq görək necə və niyə. Tənbəllik sağlamlıq üçün faydalıdır. Qısa müddətli tənbəllik və ya bir neçə günlük istirahət sağlamlıq üçün düşündüyümüzdən daha faydalıdır. Bu barədə tibb elmləri namizədi Perm Politexnik Universitetinin baş elmi işçisi Valeri Litvinov məlumat verib. Onun sözlərinə görə tənbəlliyin 2 növü var. Biri həddindən artıq yorğunluq, xəstəlik və enerji çatışmazlığından yaranır. Digəri isə beynin çətin və tez nəticə verməyən işlərdən yayılmaq istəyindən qaynaqlanır. Mütəxəssis bildirib ki, qısa istirahət dövründə beyin toksinlərdən daha effektiv təmizlənir. Sinir riflərinin qoruyucu qişası miyelin bərpa olunur, immun sisteminin fəaliyyəti güclənir. Eyni zamanda stres hormonu olan kortizolun səviyyəsi azalır, həzm sistemi daha yaxşı işləyir və qida maddələrinin həzmi yaxşılaşır. Alimin fikrincə, düzgün planlaşdırılmış tənbəllik motivasiyanı artırır və orqanizmi vaxtından əvvəl qocalmadan qorumağa kömək edir. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tibb xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü də, doğmalarınızı da qoruyun. Sağ olun, salamat qalın.